Amerika Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Qüds şəhərində yeraltı obyektlərə Cu-57 bunker bombalarından istifadə edərək zərbə endirib. İran mənbələrinə görə zərbə yeraltı raket saxlama məntəqəsinə dəyib. Bu barədə politoloq Heydər Oğuz məlumat paylaşıb. Amerika bu bombalardan daha əvvəl keçən ilin 13-24 iyun tarixində baş verən və tarixə 12 günlük müharibə kimi düşən İsrail-İran savaşında istifadə etmişdi. Cu-57 AB MOB bombası Amerika Hərbi Hava Qüvvələri üçün indiyə qədər hazırlanmış ən ağır qeyri-nüvə bunker partlayıcılarından biridir və çəkisi 13.600 kiloqram təşkil edir. Dağda yanan bomba kimi tanınan bu idarə olunan sursat xüsusilə dərin yeraltı bunkerləri və möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün hazırlanıb və B-2 Spirit təyyarələri ilə daşınır. İranın Qüds şəhərinə gəlincə, Tehranın 20 kilometr uzaqlığında yerləşən bu şəhərdə 2006-cı il siyaha alınmasına əsasən 230.147 nəfər yaşayır. Bu ilin 11 mart ayında da bu şəhərə Cu-57 bombası atılmışdı. Şəhərə bunker dağıdıcı mərmilərlə zərbə endirilməsi onu göstərir ki, orada hansısa mühüm hərbi strateji obyekt yerləşir.